Keçən dəfə iş həyatı haqqında bir video paylaşandan sonra çoxunuz rəylər yazdınız mənə, hətta şəxsi mesaj qutuma da yazdılar. Çoxunuzun mesajlarını tamamilə başa düşürəm, anlayıram ki, nə hisslər keçirirsiniz. Hamı yaralıdır bir növ bu korporativ dünyadan. Ən çox yazılanlardan biri də iş yerində təklənmə oldu. Yəni ki, hətta bir xanım mənə şəxsi mesaj qutuma uzun-uzun yazmışdı. Düzdür, oxumağa tam vaxtım olmadı. Amma orada iş yerində təklənməkdən danışırdı. Ümumiyyətlə mən bir şey öyrənmişəm ki, bunu da qeyd edeyim ki, dostlar, mən hansısa bir işlədiyim bir yerdən danışmıram, amma mən Azərbaycanda çox yerdə rəsmi və yaxud qeyri-rəsmi kadrda olaraq, qeyri-kadr olaraq işləmişəm, təcrübəçi olaraq işləmişəm. Yəni ki, çox yerlərdə olmuşam və çox yerlərin korporativ dünyasını görmüşəm. Və axırda da qərar vermişəm ki, bu korporativ dünya mənlik deyil, mən sərbəst işləməliyəm. O başqa videonun üçündür. Mən bugün iş yerində təklənmədən danışıram. Ümumiyyətlə, iş yerlərində əksər toksik iş mühitində qruplaşmalar olur. Və hər qruplaşmanın özünün dostları, düşmənləri olurlar. Və sən ora təzə daxil olmusansa iş yerinə və sən istəyirsənsə ki, hamı ilə dost olasan, hamı ilə münasibətin yaxşı olsun, bax, ən böyük səhv budur. Onda hamı ilə dost olmaq istəyən insan hamının düşməninə çevrilir və beləliklə təklənməyə gətirib çıxarır bu. Toksik iş rejimində qruplaşma varsa, insanlar səni hər zaman düşünəcəklər ki, sən qarşı tərəfin dostusan. Özləri qruplaşmanın bir parçası olduğuna görə elə biləcəklər ki, hamı qruplaşmanın bir parçasıdır. Və kim ki onlara yad görsənir, bir növ onu düşmən olaraq görəcəklər. Sevilməyən bir insan olaraq tanınacaqsan o şirkətdə. Toksik iş rejimində udmaq deyilən bir şey yoxdur. Bütün anlamda uduzacaqsan. Ya qruplaşasan, neytral insanlar heç vaxt qabağa getmirlər həyatda. Bunu yadınızda saxlayın. Bu, yəni ki, neytral olmaq kənardan yaxşı bir şey kimi görünə bilər, amma korporativ dünyada, toksik bir korporativ dünyada bu mənfi bir xüsusiyyət olaraq sayılır. Hamının dostu olmaq, hamının düşməni olmaq mənasına gəlir. Təbii ki, mən bura girib demək istəmirəm, insanları korporativ dünyadan soyutmaq istəmirəm. Bəlkə də bəzi iş yerləri var ki, çox yaxşı, mehriban mühitdədirlər. Şəxsən mənim başıma yaxşı şeylər gəlməyib, mənim təcrübələrim yaxşı olmayıb. Ona görə mən başlamışam artıq sərbəst fəaliyyət göstərməyə və sərbəst fəaliyyət göstərərək hamıdan da çox belə uğurluyam, hamıdan da çox belə pozitiv həyat tərzi yaşayıram və çox xoşbəxtəm ki, sərbəst işləyirəm. Amma bəzi insanlar var ki, onlar sərbəst işləməyi sevmirlər. Bu zövq məsələsidir, bu fikir məsələsidir. Yəni ki, hamı mənim dediyimi etmək məcburiyyətində deyil.